Bugün iki qat bir məclis var. Çünki Aşıq Pəri Məclisi buradadır. Xanımlar xoş gəliblər, səfalar gətiriblər. Xoş gəlmişsiniz. Mən sizə mikrofon təqdim edim. Salamlaşaq öncə. Seymur, görürəm, gələcəm. Natiq, gələcəm yanınıza. Və eləcə də digər dostlarım var olsunlar. Xoş gəlmişsiniz. Səfalar gətirmişsiniz. Xoş gördük. Təşəkkür edirik dəvətə görə və xalqımızın bayramını təbrik edirəm. Bayramları mübarək olsun. Allah süfrələrindən ruzi bərəkəti, evlərindən şənliyi əskik etməsin. Amin. Əslində, belə deyək, təranə üçün bura doğmadır, əzizdir. Elə bil öz məkanıdır, öz evidir, xoş görüşdü. Xoş gəl, amma bu dəfə məclislə bərabər gəlmişsən. Bəli, o həm də Aşıq Pəri Məclisinin üzvüdür. Bilirəm, məlumatlıyam və ona görə də təranə xoş gəlmişsən. Təşəkkür edirəm, çox sağ olun. Bayramımız mübarək olsun. Xalqımızın bayramı mübarək olsun. Bizim xalqımıza bayram yaraşır. Əlbəttə ki. Xalqımızın bayramı bir daha mübarək olsun. Xanımlarla da həmişə bilirsiniz ki, yəni onlarla, həm sizlə, bütün xalqla var olsun xalqımız. Var olasınız hər biriniz. Eşidək, yaxa mikrofonunuz var sizdə. Var, bəli, var. Buyurun. Sizdə də var, Mən də bəli. deyirəm ki, ey yaradan Allahımız, qoru nazardan bizi. Böhtan atan, şər danışan, mərdim azardan bizi. Sən olmasan kim qoruyar, özün qoru hifz elə. Qəfil gələn xəstəlikdən, qəfil azardan bizi. Torpağına ana dediyimiz, müqəddəs dediyimiz, bayrağına səcdə etdiyimiz vətənimizi, odlar yurdumuzu ulu tanrı qorusun. Xalqımızı şərdən, böhtandan uzaq eləsin. Amin, əla, əla. Bax, bu cür də başlamalıyıq. Çünki Aşıq Pəri Məclisi, hansı ki 1984-cü ildən fəaliyyətdədir və fəaliyyətdə olduğu dönəmdən artıq yaşadırsınız sizlər də bir xanım-xatın olaraq Azərbaycan aşıq sənətini. 41 ildir. 41 ildir. 42-ci ilə keçir. 42 ildir, artıq, bəli. 15 İyidin ilini ömrü. də Pərvanə xanım rəhmət. Bilirəm, məlumatlıyam.